Salam, bildiyinizə görə hər blogerin daimi izləyiciləri olur və mənim bir daimi izləyicim var. Məndən istədiyi mövzu var idi canlı yayımda, biraz o haqqda danışım. Mən isə dedim ki, bu geniş mövzudur, maraqlı bir mövzudur. Gəl mən ən yaxşısı bu barədə bir video çəkərəm bu mövzu ilə bağlı və gün gəldi çıxdı. Deməli, mövzu nədir? Nədən bir kişini cəlb edir özündən yaşca böyük xanımlar? Məsəl üçün 10 yaş böyük, 15 yaş, yəqin daha da çox da belə deyək. Yəni burada psixoemosional faktorlar nədir? Səbəblər, bütün səbəblər nədir? Onlara baxacağıq. Psixoseksual faktor, sosial faktor, sonra gələcəklə bağlı əsasən hansı variantlar mümkündür burada? Necə irəliləyəcək? Çoxsu bitirmi, davam edirmi? Yəni ki, burada həm qadında hansı xüsusiyyətlər var ki, qadın nəyin axtarışındadır və kişi nəyin axtarışındadır və nədən onlar birləşirlər sonuçda. Və əlbəttə ki, bu mövzunun əks variantı haqqında da danışacağam. Harda ki, qadın məhz balacadır, kişi isə böyükdür. Yəni psixoemosional olaraq deyə bilərik ki, eynidir. Səbəb eynidir. Nədir? Burada yəni balaca, yaşca balaca olan partnyor infantil insandır müəyyən qədər. Yəni həyatla bağlı müxtəlif qorxuları var. Özü ilə yaş bir olan qızlar, qadınlar onun həyatında məsələn yəqin ki, münasibətlər qurur və o qədər də uğurlu olmur. O qədər də arxalana bilmir, güvənə bilmir və düşünür ki, məndən yaşca böyük xanım mənə qarşı daha çox anlayışlı olar, səbirli olar, mənə yol göstərər, düzgün, yaxşı dəstək ola bilər. Yəni bu həm mənəvi, həm maddi, yəni məni yarı yolda düşünür ki, yəqin ki, qoymaz. Yəni mənim daim yanımda olar. Yəni onun artıq elə bir kaprizləri yoxdur. Necə məsəl üçün yaşca daha balaca bir, yaşca daha kiçik bir xanımların o qədər onda olan kaprizlər bunda olmayacaq. Düzdür, anlayır burada məsəl üçün sosial qınaq ola bilər, ay anlaymazlar, onu başa düşməzlər. Amma ki, cəlb edir onu məhz artıq yetişkin, çox yetişkin olan bir insanlar. Yəni ki, bu həm yəqin ki, yəni insan var sırf burada maddiyyata fikir verir. Yəni elə qızlar da var, elə kişilər də var ki, yəni sırf maddiyyatına görə bu insanla yəni ki, birlikdədir, düzdürmü? Yəni bu aydın məsələdir. Maddiyyat amma burada yenə də nə ilə bağlıdır, hansı faktorla bağlıdır? Qayğı. Yəni ki, çətin anda yanımda olar, dara düşsəm yanımdadır. Mənim ürəyimdən cürəbəcür nələrsə keçsə xəyalımda olan, nə ki maddiyyatla bağlıdır, nələrsə almaq özümə. Tutalım, mən buna hələ özümə icazə verə bilmirəm, məndə alınmır, mən bunu əldə edə bilmirəmsə, o insan bunu mənim üçün edər. Bir çox insanlara məlum olan belə bir bilgilər var ki, məsələn, qadın daha tez qocalır, nəinki kişi, düzdürmü? Amma mən bunu ümumiləşdirməzdim. Çünki burada məsələn genetik faktor böyük rol oynayır, düzdürmü? Qadınlar var ki, məsələn də tutalım belə deyək də, menstruasiya sikli mümkündür tutalım 55 yaşına qədər, 56 yaşına qədər, bu davam edir. Demək ki, yəni reproduktiv sistem hələ ki inkişafdadır, hələ ki, yəni ki, dünyaya uşaq gətirmək qabiliyyəti belə mümkündür, düzdürmü? Yəni fizioloji olaraq. Yəni əlbəttə ki, elə kişilər var ki, çox aktivdirlər, yəni seksual həyatları fizioloji belə sağlamdırlar, idmanla məşğul olurlar. Yəni ki, burada genetik faktor da önəmlidir. Burada insanın həyat tərzi də önəmlidir. Nə dərəcədə sağlam həyat sürür, düzdürmü? Aktiv insandırmı? Yəni ki, psixoemosional olaraq stabil insandırmı? Yəni ki, nə qədər insan stabil olsa, yəni rejim varsa, genetik faktorlarda müsbət çox tərəfləri varsa, əlbəttə ki, bu insanın, necə deyim sizə, deməli, seksual aktivliyi də bir o qədər yüksək olacaq, düzdürmü? Yəni bunu sırf kişi və qadına mən düşünürəm ki, ayırmaq düz deyil. Elə qadınlar var ki, daha gec qocalırlar, elə kişilər var ki, daha tez yaşlanırlar. Yəni sırf burada kateqoriyalara ayırmaq
onlar belə, bunlar belə mənim fikrimcə düz deyil. Deməli burada bu insan nələrə görə, qadın nəyə görə can atır özündən yaşca balaca bir insana? Kişi nədən özündən yaşca böyüyə? Yenə də səbəb nədir? Qadının üçün səbəb odur ki, ümumiyyətlə yaşca böyük bir insan özündən yaşca balaca bir insanla münasibət və yaxud evlilik yaradırsa, bu onu müəyyən qədər hələ həyatda daha aktiv saxlayır, özünü daha cavan hiss edir. Yəni ki, düşünür ki, hə, mənə hətta cavan nəsil belə cavan nəsli belə mən cəlb edirəm. Hətta məndən qat-qat nə qədər cavan nəslin marağı var mənə, düzdürmü? Və o ona müəyyən qədər özgüvən verir, öz dəyəri, yəni ki, aşağıdırsa öz dəyər əlbəttə ki, müəyyən qədər burada qalxmış da olur, düzdürmü? Yəni dəyərsizlik duyğusu bir növ bərpa olur. Yəni hələ də mən istədiyim həyatı geniş şəkildə sürə bilərəm. Məsəl üçün də əsasən hansı qadın, hansı kişi özündən çox yaşca balaca bir insana münasibətdə can atacaq? Orada ki, o deyirlər, ruhən cavandır. Yəni ki, həyat doludur da, yaşamaq istəyir. Yəni ki, aktiv həyat sürmək istəyir və öz yaşıdlarına baxanda görür ki, yox, onlar o qədər də yəni bilirsiniz necə maraqlanır da inkişafla dünyada, hər bir şeylə də. Yəni yeni çıxan hər bir şey, yeni slenglərdən də xəbəri var, yeni o cürəbəcür sözlər gəlir, tutalım ingilis dilindən ya türk dilindən ya hələ Azərbaycan dilinin özündə. Düzdürmü? O sözləri də istifadə edir. Yəni daha yəni təfəkkürü daha hələ bir məsələn də 15 yaş, 20 yaş özündən kiçiklərə daha yaxındır da, ayaqlaşmağa çalışır. Çünki burada qocalıqdan qorxan bir insan var, yaşlılıqdan qorxan bir insan var. Və yəni özü bunu qəbul etməsə də, amma bu müəyyən qədər belədir. Yəni düşünür ki, daha cavan insan məni daha aktiv tutar, daha cavan. Yəni ki, onun yanında mən çalışacağam, həm idmanla məşğul olacağam, həm nə bilim, həm pəhrizimə fikir verəcəyəm. Yaş fərqi azdırsa 4 yaş, 5 yaş, 6 yaş o qədər də bu hiss olunmur, düzdürmü? Yəni onlar da öz aralarında. Amma nə qədər yaş fərqi çox böyük oldusa, yəni bu ancaq ilk zamanlarda bir-birlərini qane edə bilər, düzdürmü? Yəni çox infantil insandırsa, yaşca balaca insan, əlbəttə ki, bir ömür boyu o biri insana tutuna bilər. Hə, hər anlamda, mənəvi olaraq, maddi olaraq. Amma ki, yəni qorxuları çoxdursa da həyatda da, ay mən tək qalsam nə edərəm, ay yanımda gələk güclü bir insan olsun. Yəni ki, bir güclü fiqur istəyir də, hansına ki mən arxalana bilərəm, hansı ki hər zaman mənim daim yanımda olar, hansı ki mənim nazımı da çəkər, xəstəlikdə də, kaprizmdə də, hər bir şeydə. Yəni amma nə qədər deməli yaş fərqi çox olduqca əlbəttə ki 10 yaş, 15 yaş, 20 yaş, yəni qadın istər cavan olsun, istər kişi cavan olsun daha, düzdürmü? Deməli burada düzdür, seçdiyi bir insan hansı ki ondan yaşca böyükdür, orada arxa dayaq var bir çox anlamlarda, düzdürmü? Amma fizioloji olaraq, bioloji olaraq istər-istəməz onun gözü hələ bilmir sataşacaq deyək və yaxud arzulayacaq daha özündən cavan, yəni ki, bədənə sahib olan insanı, düzdürmü? Yəni daha rahat, daha belə ha-ha-ha-ki belə gülüb danışan adam da, yəni dünya aləm vecinə olmayan, yəni ki, burada ciddilik var, burada yaşı çox olan insanda artıq oturmuş bir həyat var da, artıq bir stabillik var, bir ağırlıq var burada, düzdürmü? Amma yaşca çox yaş fərqi hədsiz çox olan, yaş fərqi lap çox olanda dediyim kimi 15-20 yaş. O bir insanı, cavan insan daha çox istəyəcək, hə, ola bilər əylənsin, bayırda, bacada daha çox olsun, aktiv həyat sürsün. Orada enerji əksər hallarda çoxdur. İntrovert insandırsa, məsələn, ikisi də cavan introvertdirsə, əsasən evdə olmağı xoşlayır, tək olmağı xoşlayır, tək zaman keçirməyi xoşlayırsa, düzdürmü? Onda hə, yenə də burada uzun ömürlü ola bilər bu iki insanın münasibəti. Amma xeyr, əgər bu ekstravert bir insandırsa, yaşca balaca olan,
ancaq gəzməklər, dolanmaq, yəni ki, restoranlar, nə bilim, barlar, başqa ölkələr, yəni ki, çox aktiv həyat sevirsə, burada da yaş fərqi çoxdursa, demək ki, bu münasibət uzun ömürlü olması faktiki olaraq çox o qədər də mümkün deyil. Yəni bilirsiniz necə? O qədər gələk bu cütlük çox yaş fərqi varsa, o qədər ikisi də məsəl üçün ya sahici, ya doğurçu, belə təbii özgüvənə sahib olan insanlar olsunlar ki, yəni cəmiyyətə çıxanda, insan içində olanda o insanların o gözlərində, baxışlarında qınaq hiss edəndə, onlarda bir nə isə bir sezəndə ki, belə bir təhər baxırlar, qəribə baxırlar. Yəni onların həqiqi mənada heç vecinə belə olmasın. Düzdür? Əgər burada özgüvən çox aşağıdırsa, öz dəyər aşağıdırsa, hə, onda necə olacaq? Yəni ki, o görəndə ki, insanlar onları məsəl üçün bir təhər baxır, belə çox dəyərləndirməklə baxırlar da, bildiniz necə baxırlar, qiymət hələ bir verirlər də, baxırlar belə süzürlər, belə qəribə gülümsəmə də ola bilər falan. Yəni ki, bunu seyr edirsə, bəzi insanlarda tutalım, düzdürmü? Belə tolerant insanlar var, demokratik belə çox düşüncələrə sahib olan insanlar vardır, yəni loyal düşünən. Onlar üçün fərq etmir də, yəni ki, kim kiminlə münasibətdədir, kimin yaş fərqi nə qədərdir. Yəni onlar deyirlər ki, yəni mən içi qarışıq ki, insandır. O öz həyatını istədiyi kimi yaşamalıdır. Səhvdirsə də, düzdürsə də bu insan bunu yaşamaq istəyirsə yaşamalıdır. Bu insan buradan nə isə bir təcrübə qazanacaq hər halda, düzdürmü? Yəni amma yəni yaşca böyük bir insan yenə də hansı ki cütlükdə yaşca çox böyükdür, o müəyyən qədər bilirsiniz necə hər zaman müəyyən bir hazırlığı olmalıdır ki, mən hər an o insanı buraxmağa hazır olmalıyam. Çünki həqiqi mən o dediyim kimi cavandırsa, orqanizm yəni cavandır, burada 30 yaşdırsa, 25 yaşdırsa, 35-dirsə, özündən 15-20 yaş böyük insanı əlbəttə ki, istər-istəməz o zamanla yavaş-yavaş orada arzulamaq o insanı itəcək. Onu sahiblənmək istəyi itəcək. İtir də yəni əksər hallarda, düzdürmü? Yəni bilirsiniz hansı münasibətlər indi populyar insanlara, xarici populyar müğənnilərə falan, Rusiya olsun, nə bilim, başqa ölkələrdə, xarici ölkələrə nəzər salanda cütlüklərə baxırsan, harda ki, tutalım, yaşca qadın çox böyükdür, kişi də balacadır, hə? Populyar insanlar, çox fikir versəz, deməli, orada nə baş verir? Baxsan, hiss olunur ki, yəni ki, tutalım kişi, burada homoseksuallıq var, düzdürmü? Yəni sosial faktorlara görə onlara necə deyim sizə, sərf eləyir, onlara belə rahatdır ki, yəni üzdə olan insanlardır, düzdür, məşhur insanlardır və onlar üçün bir şəkildə lazımdır ki, cəmaət görsün ki, bunlar ailəlidirlər, hə? Ailəlidirlər, yəni insanlar tərəfindən müsbət rəy ala bilmək üçün, insanların dəstəyi, insanların onlara olan marağı belə hər tərəfli olsun, onların həm ailə həyatları ilə maraqlansınlar, həm də ki, yəni ki, məsələn, vəzifə elədir ki, bir sözlə də bu insanın sosial statusu elədir ki, orada mütləq ailə həyatı olmalıdır, düzdürmü? Yəni ki, bunu cəmiyyət tələb edir, bunu məsəl üçün onun statusu tələb edir. Orada hə, ola bilər ki, çox yaşca böyük bir qadınla nədən evlənsin? Yəni burada artıq məntiq evliliyi kimi, düzdürmü? Məntiq evliliyidir, burada ikisinə də sərf edir. Kişi məsəl üçün homoseksual bir insandır, öz homoseksual həyatını davam edir həm cinsləri ilə. Amma belə kağız üzərində göstəriş üçün, yəni ki, belə də bir yerdə görsənirlər də orada, burada bəzən elə olur ki, hələ həqiqi mənada doğrudan da yaşayırlar da bir yerdə də, düzdürmü? Və burada ola bilər ümumiyyətlə heç bir münasibət yoxdur, heç dostluq belə münasibəti yoxdur, amma ola bilər ki, bilirsiniz necə belə o ana fiquru kimi, yəni ki, yetkin bir insan fiquru kimi həyatında bu insan var ki, yəni ona həqiqi mənada dəstək olur, onu yönləndirir, onu yetişdirir, elə bil böyüdür, bir güclü bir insana çevirir. Yəni baxın, mən
bir dənə deməli kanal var YouTube-da. Orada müxtəlif belə bilirsiniz necə cütlükləri dəvət edirlər. Cütlükdə və yaxud tək insanda və vacib deyil burada məhz münasibət olsun da, münasibətlər haqqında. Deməli qəribə olan, qeyri-adi cütlüklər, düzdürmü? Yəni ki, bir dənə cütlük orada mən izləmişdim. Yəni kişi yaşca həqiqi mənada xeyli böyük idi. Bir 25 yaş hardasa böyük idi qadından. Yəni çox belə ciddi söhbəti, sözü, danışığı, intellekti və qadınsa belə bilirsiniz necə? Qadın hardasa artıq bir 40 necə deyim sizə 40 yaşı olardı, 45 olardı. Kişi isə 60 falan olardı da yaş. Yəni burada münasibət çox möhkəm idi, həqiqi mənada. Çünki artıq uzun illərdir bir yerdə idilər. Çox möhkəm münasibət idi, amma o qədər orada qəribəliklər var idi ki, yəni orada həqiqi mənada bilirsiniz nə münasibət idi? Deyim də sizə. Qul və ağa münasibəti, düzdürmü? Yəni burada qadın tamamilə hər şəkildə tam tabe idi kişiyə, tamamilə tabe idi. Amma ki, əlbəttə ki, orada hər bir şey müzakirə olunurdu, hər zaman müzakirə olunurdu. Yəni amma qərarı sonunda hər zaman kişi verirdi. Yəni verilişdə belə orada qadın nə isə söz demək istəyəndə və orada yəni xarici dövlətin vətəndaşları idilər. Veriliş ingilis dilində idi. Veriliş ingilis dilində idi. Orada qadın icazə alırdı. Olar mən də indi sözümü deyim. Kişi deyirdi, məsəl üçün, hə olar. O da öz sözünü deyirdi. Yəni ki, baxırsan ki, bir də görürsən disfunksional, destruktiv münasibətlər, harda ki, münasibətin içində həqiqi mənada tutalım da baxırsan ki, patologiya var. Patologiya var, yəni bərabərlik tamamilə pozulub. Amma niyəsə bir səbəbdən, səbəbləri əlbəttə ki, bunun da var. Destruktiv münasibətlər nə qədər məsəl üçün məhv edici olsa da, dağıdıcı olsa da bir də görsən çox güclü, çox möhkəm olurlar. Yəni ki, bir də konstruktiv də belə, yəni ki, daha sağlam, daha belə münasibətlər harda ki, insanlar bir-birlərini gözəl anlayırlar, başa düşürlər, dərk edirlər, anlayış var, dəstək var, bərabərlik çoxdur. Orada görürsən ki, heç o qədər də bəzən demirəm hər zaman uzun ömürlü olmur. Bilirsiniz necə o destruktiv tutalım çox yaş fərqi olan insanlardır. Burada faktor nədir? Burada müəyyən travmalarla insanlar bir-birlərinə bağlanıblar. Yəni bildiniz necə? Burada puzzle'lar üst-üstə düşür. Bunun travmasına bu insan yaxşı gəlir, bunun da travmasına o insan yaxşı gəlir. Yəni hər zaman həm tetikləyirlər bir-birlərinin travmalarını, həm belə elə bil yerindən oynadırlar, həm də onu biraz tutalım da həm biraz yaralayır, həm biraz sağaldır. Biraz yaralayır, biraz sağaldır. Bildiniz necə? Nə tam sağaldır, nə də birbaşa məhv edir. Düzdürmü? Elə münasibətlər də tutalım çox uzun müddətli, möhkəm də olurlar. Daxildə ola bilər, burada dağılma da baş verirsə belə. Yəni qopa bilmirlər. Nə olursa olsun, ən əsas buradadır ki, yəni burada psixoemosional faktora baxsaq, yəni psixoloji faktora yenə də nəyi deyirdim ki, qayğı istəyir bu insan. Elə bir insan, yəni ki, çox güclü bir insanın qayğısını, həyatda oturmuş bir insanın qayğısını, ona arxalanmaq, onun dəstəyi, onun təşvişini həyatda azaldır. Həyatda olan onun qorxuları hələ bir müəyyən qədər susmuş olurlar. O kişi ki, ya o qadın ki, məsələn də kişini götürək. Tutalım o kişi ki, hansı ki özündən yaşlı böyük qadınlara can atır, onlar onu cəlb eləyir. Onun həyatında hal-hazırda tutalım, özünün həm yaşlıdırsa, düzdürmü? Onun təşvişi daha yüksək olacaq, onun qorxuları daha üstdə olacaq. Yəni bildiniz necə? Özü hələ bir öz qorxularıyla baş etməyə məcbur qalır. Halbuki öz həmyaşıdlarının arasında da bəlkə çox yetkin, yetişkin insanlar var, düzdürmü? Var, amma ki onun artıq bir söz necə hələ bir belə möhürlənmiş, puxtələşmiş bir obraz var. Tutalım da burada haçansa ya kişi, ya hələ qadın, kim ki özündən yaşca böyük bir insan həyatında istəyir və yaxud artıq tapıb həyatındadır. Onun nə vaxtsa həqiqi mənada elə bir
valideyni və yaxud bu nənədir, babadır. Elə bir fiqur olub ki, o insan ona çox güvən verib. O insan ona çox güvən verib, ola bilər öz həyatında, bəlkə bir hansısa kitabda hansısa personaj olub, hansısa bir filmdə, bəlkə dostunun valideyni olub, dostunun, nə bilim, anası ya atası. Elə bir insan həyatda bu görüb ki, və görüb o, biz həyatının çətin zamanlarında, tutalım cavandır da, yaşı çox azdır, tutalım 15-dir, 20-dir və əgər ətrafında onun həmyaşıdları çoxsu belə deyim də əhlikefdirlərsə, ancaq elə getsinlər, tozsunlar, yəni pul xərcləsinlər, ya borclara girsinlər, ya yəni burada maddiyyat da önəmlidir də, düzdürmü? Yəni ki, bilmirsə qədərini, nə əylənməyinin, nə dincəlməyinin, nə xərcləməyinin və ətrafında belə insanlar çoxdursa düşünür ki, hə, əksər cavanlar deməli belədir. Amma yox, yəni ki, ciddi insan, həyatda oturmuş insan 18 yaşındadır, çox oturmuş, çox artıq həyatı anlayan, bilən, başa düşən. Baxsan həqiqi mənada elə bil ki, 50 il artıq yaşayıb da, təcrübəsi, insanları tanıyan, intuitiv şəkildə qəşəngcə insanları anlayır, başa düşür. Yəni burada o soft skills, yəni ki, bu yumşaq o bir bacarıqlar var, hansılar ki, qəşəng sən ünsiyyət qura bilirsən, konfliktli situasiyalardan rahat çıxa bilirsən, yəni tez nələrsə orqanizə edə bilirsən, təşkil edə bilirsən. Yəni burada bir rezilientlik var da. Yəni elə insanlar var ki, yəni 50 yaşda, 60 yaşda, 70 yaşda da uşaqsı insan ola bilər. Stabil deyil, heç elədiyini bilmir, danışdığını bilmir, özünə aparmağını bilmir, maddi durumunu tənzimləyə bilmir. Düzdürmü? Və cavan yaşda da. Yəni burada əlbəttə ki, nə var? Yanlış bir inanc var. Yəni o qızda da hansı ki, yaşca çox böyük kişini seçir həyatına. O kişidə də. Burada yanlış bir inanc var ki, ancaq yaşca böyük bir insanlar arasında mənə asan olar o güclü bir fiquru tapmaq. O güclü fiqura sahiblənmək. Halbuki həqiqi mənada bu yaşla əlaqəsi olmayan bir faktordur. Və belə deyim də, yəni burada cüzi olaraq tam da olmasa, cüzi olaraq biraz bununla da əlaqələndirə bilərəm. Tam əlaqələndirməyəcəm, amma ki Freudun Edip kompleksi və Elektra kompleksi deyilən bir nəzəriyyəsi var. Deməli, orada necədir? Orada uşaq yaşlarında, məsələn, tutalım, bu oğlan uşağıdır, düzdürmü? Hə? Yəni, uşaqlıqdan hələ bil anasını, olur, məsələn, uşaq balacadır, oğlandır da, deyir ki, mən böyüyəndə anamla evlənəcəyəm. Və yaxud qızdır, deyir ki, böyüyəndə mən atamla ailə quracağam. Ona da başa salırlar ki, yox da, tutalım ki, ata ilə ana, onlar ayrıca bir cütlükdir, sən də böyüyəcəksən, öz həmyaşıdların içindən seçəcəksən, düzdürmü? Yəni, uşaq, Freudun nəzəriyyəsinə görə də, uşaq böyüdükcə, yəni ki, məsəl ki, bu oğlan uşağı da atanı daim anaya qısqanır da, düzdür, ananı ataya qısqanır, deyir ki, ana mənimdir, yox sənin deyil, itəliyir, atanı get buradan, yaxınlaşma anaya, düzdürmü? Yəni, böyüdükcə bunu qabullandıqda, yəni ata ilə münasibət yaxşı olanda, ata ilə orada həqiqi mənada böyüdükcə bir gərginlik yoxdursa, münasibət dost münasibətidirsə, uşaqda bu qabullanma olur ki, hə, ata ilə ana onlar bir-birinə aiddir, düzdürmü? Amma ata ilə münasibət pisdirsə və yaxud qızdırsa, bu deyir ki, böyüyəndə atamla, hə, var da uşaqlar elə deyirlər, deyir ki, yəni ana ilə burada qızın münasibəti pis qalırsa, çox da, düzdürmü? Yəni ki, daha anaya, ataya daha hədsiz çox bağlıdır. Ana ilə belə, anaya qarşı qıcığı çoxdur. Ananı belə dostluq münasibəti yaranmadırsa, bax, o insanların arasında da mümkündür, məhz öz valideyninə hansına ki bağlıdır, məsəl ki, oğlan anasına, məhz valideyninə bənzəyən bir insanı axtarsın. Ola bilər, hətta görünüşcə belə bənzəyir valideyninə. Ola bilər, yaşı da məsələn yüksək olsun. Amma əsasən Edip kompleksi olanda ola bilər, hə, biraz yaşca böyük insandır. Amma xatırladan o ana obrazını və yaxud qızda ata obrazını xatırladan bir insanı həyatına alsın, xarakteri ilə, ona davranması ilə, yenə də deyirəm, görünüşü ilə hətta belə. Bu mümkündür.